Araz və Kür çaylarının həsrəti Sabirabadda sona çatır. Ona görə də bu məkan Su Qovuşan adlanır. Əsrarəngiz gözəlliyə malikdir. Bu ərazi ta qədimdən yaşayış məskəni seçilib. Həm də bir çox tarixi hadisələrin şahididir. 1736-cı ildə keçirilmiş Su Qovuşan və yaxud da ki, Muğan qurultayının adını çəkə bilərik. Müzakirələr zamanı Nadir xan şah seçilib. Eyni zamanda Nadir şahın 1747-ci ildə sui-qəsd nəticəsində öldürülməsindən sonra Kür çayının sol sahilində Məmməd Həsən xan Tala Cavad xanlığının əsasını qoyub. Su Qovuşan tarixən ticarət yolu üzərində olub. Şərq ölkələrinə gedən yol buradan keçib. İpək yolunun keçdiyi ərazilərdən də biri bax bu iki çayın qovuşduğu ərazi olub. Orta əsrlər dövründə bu ərazi iqtisadi cəhətdən ən inkişaf etmiş ərazilərimizdən biridir. Yan Streysin, Övliya Çələbinin xatirələrində qeyd olunur ki, bu ərazilərdə ipək parça, xalçalar toxunan manufaktura tipli fabriklər mövcud olub. Bu maraqlı təbiət mənzərəsinə Tuqay meşəsi qucaq açıb. Ona görə təmiz havası ilə də seçilir Su Qovuşan. Kür və Araz çaylarının qovuşduğu bu məkan həm də sıx meşə örtüyü ilə zəngindir. Burada müxtəlif ağac növlərinə rast gəlmək olur. Xüsusilə yulğun kolları üstünlüyü təşkil edir. Bitki örtüyü ilə zəngin olan Su Qovuşana insanlar şəfa tapmaq üçün də gəlir. O bitkilərin deməli keyfiyyətini yoxladıqda, ondan istifadə etdikdə, lazımi qaydada istifadə etdikdə insan sağlamlığı üçün müsbət təsiri var. Və o havanın ümumiyyətlə bax, ürək xəstəliyi olanlar, bronxit xəstəliyi olanlar, nəfəs çatışmamazlığı, səhər-səhər sübh vaxtı gedib 15 dəqiqə, 10 dəqiqə təmiz hava qəbul eləmək, bu özü də sağlamlıq üçün böyük əhəmiyyət kəsb eləyir. Buranın turizm imkanları da böyükdür. Xüsusən də kənd turizminin inkişafı üçün əlverişli məkandır Su Qovuşan. Orada gözəl, məsəl üçün, belə istirahət ocaqları, yerləri, məkanları düzəltmək olar, qayıqla gəzintilər düzəltmək olar, sonra balıq ovu təşkil etmək olar, süfrə açmaq olar milli mətbəximizdən. Mən özüm şahidi olmuşam, turistlər ora gələndə, həqiqətən də çox maraqla qarşılayıblar. Bura mistik bir yer kimi də tanınır. Niyyət tutub Su Qovuşana gələnlər arzusuna çatacağına inanırlar. Elə Böyük Dayaq filminin sonunda Qaraş və Mayanın barışdığı anda məhz Su Qovuşanın görüntüləri ilə canlanır. Elnur Ələkbərov, Mir Ələkbər Hüseynov, Natiq Çıraqzadə,